فإنه من يعش منكم فسيرى اختلافا كثيرا فعليكم بسنتي ما تنشئون حزبا. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin ve salatu ve selamu ala eşrefil enbiya'i vel murselin amma ba'd. Möhtərəm müsəlmanlar, ilk öncə siz salamlayıram. Assalamu aleykum və rahmetullahi və barakatuh. Amma sonra bugünkü dərsimiz yenə də rafizilərə rəddiyə silsiləsindən olacaq. Bəllidir ki, son dönəmlər biz rafizilərin gətirdiyi şübhələri rədd edirik. Mən rədd edirəm və cahil və yalançı Qasım Səfərov adlı rafiziyə rəddiyələr verirəm. Gətirdiyi şübhələri cavablandırıram və bu rəddiyələrdən birində deməli rafizilərdən biri dərsin aşağısında kommentində belə bir məlumat yerləşdirib, uydurma, yalan məlumat və ümumiyyətlə bu rafizilər Əhl-i-Sünnə alimlərinə iftiralar atırlar, sözlərini təhrif edirlər, batil, yəni yalan məlumatlar yayırlar, alimlərin sözlərini dəyişdirirlər, tam gətirmirlər və s. Ki bunun ümumiyyətlə rafizilər öz kitablarını oxumurlar. Məsələn, bir çox məsələlərdə Əhl-i-Sünnəyə qarşı şübhələr gətiriblər, elə, halbuki həmin məsələlər onların öz kitablarında da var. Məsələn, saqqal saxlamaq barədə, məsələn, İsbal barədə, yəni libası uzun geyməmək barədə, topuqdan aşağı düşməməsi barədə, ondan sonra dəvənin sidiyini, südü ilə xəstə olanın, qarın xəstəliyi, qarnında belə deyək, mədəsində və s. yəni xəstəliyi olan birisinin dəvənin sidiyini südünə qarışdırıb içməsi barədə, ondan sonra misyər nikahı barədə və s. yəni saymaqla bəlkə də qutarmaz. Yəni bir neçə bəlkə dəqiqə aparar. Məsələlər şübhə olaraq gətirirlər Əhl-i-Sünnəyə ki, bu məsələlərin eynisi rafizilərin də kitablarında mövcuddur. Bu barədə rəvayətlər, bu barədə alimlərin sözləri, fətvaları və s. İndi məsələlərdən biri də, deməli, adam çıxır, yəni paylaşır, baxın, ağzına gələni paylaşır da, belə deyək. Məsələn, nə yazır? Deməli, İbn-i Teymiyyə Əl-Hərrani Məcmu Əl-Fətva, yəni kitabın adını da doğru yazmır. Məcmul Fətavadır kitabın adı. Məcmul Fətava. Məcmu Əl-Fətva adlı kitabında eyni ilə belə deyir. Ərəbcəsini verir, oxumuram, tərcüməsini deyəcəyəm qıssaca olaraq. Rəsulullah sallallahu aleyhi və səlləm ərşin üzərində Rəbbi ilə birlikdə oturacaq. İbn-i Teymiyyə Məcmul Fətava və Məcmul Fətva xətana yazır, yəni 4-cü cild 374-cü səhifə. Sonra da yazır, bəs bu pozğun inanc Allahın haşa cism olduğunu, məhdud bir mövqedə oturduğunu bildirən etiqad haradan qaynaqlanır? Gəlin bu inancın qaynağını araşdıraq. Rəbb, İsa onlara bu sözləri dedikdən sonra göyə qalxdı və Allahın sağında oturdu. İncil, Markos 16-19. 16-19. Bax, belə bir şübhə gətirir. Baxın, birincisi, Şeyxülislam İbn-i Teymiyyə bu hədisin münkər və uydurma olduğunu qeyd edir kitablarında. Və həmin gətirdiyi Məcmul Fətava kitabının 4-cü cild 374-cü səhifəsinin 4 sətir aşağısında, baxın,
4 sətir aşağısında həmin hədisin münkər olduğunu qeyd edir. Münkər olduğunu qeyd edir. Baxın, münkər hədis, yəni çox zəif olan bir hədisdir. Dolayısıyla hüccət sayılmır. Bunlar götürürlər, nə inirlər? Bunlar götürürlər, hədisi bəyan etməsini götürürlər, lakin o hədisin hökmü barədə sözünü qeyd eləmirlər. Bax, bu Yahudilərin mənhəcidir ki, rafizilər Yahudilərdən götürüblər. Necə Allah subhanahu wa ta'ala onları yalanlayarkən bu Yahudilərin mənhəcini yalanlayarkən nə deyir? Əfətu'minuna bi ba'dil kitabi və təkfuruna bi ba'd. Əl-ayə. Siz deyir, kitabın bir parçasını, bir hissəsini qəbul edib, bir hissəsini rədd mi edirsiniz? Allahu Akbar. Yəni, əgər alimin sözünü gətirirsənsə, onun sözünü tam gətirəcəksən. Şeyxülislam İbn Teymiyyə bu hədisin, dediyim kimi, Məcmur Fətava 374-cü səhifədə münkər olduğunu qeyd edir. Başqa bir mənbədə Dər'u Təəruzu Aql və Nəql adlı kitabda 5-ci cild 237-238-ci səhifədə bu hədisin uydurma olduğunu qeyd edir. Baxın, nə deyir? Qeyd edirəm. Və fihə əşyaun ən bədə sərəf rəvahə bədən nas mərfu'a. Deyir, orada bəzi kitablar, bəzi rəvayətlər var, bəzi sələflərdən, yəni insanların bəzilərinin rəvayət etdiyi mərfu, yəni Allah Rəsulundan olan rəvayətlər var. Kə hədisin quudu Rasulillah sallallahu aleyhi və səlləm aləl arşi. Necə ki, o hədislərdən biri Allah Rəsulu sallallahu aleyhi və səlləmin ərşin üzərində oturması hədisi kimi. Ravahu bədən nəs min tariqi kəsirə mərfu'a və hiyə kulluha mevdu'a. Deyir ki, bəzi insanlar, baxın, bəzi insanlar deyir, alimlər demir. Alimlərin bəyanı və alimlərin bəyanının dili önəmlidir. Baxın, gör nə deyir? Deyir ki, ravahu bədən nəs. Bəzi insanlar, yəni rəvayət ediblər ki, çoxlu turuqlarla, yollarla, mərfu olaraq, amma deyir, və hiyə kulluha mevdu'a. Onların deyir, hamısı uydurmadır deyir. Baxın nə deyir? Həmin hədis uydurmadır. İstər Əhl-i Sünnənin görüşünə görə, istər İbn Teymiyyənin görüşünə görə. Bəzi alimlərdən var bu hədisə həsən deyənlər və s. və ya səhih deyənlər. Onların sözü hüccətdir, yox. Tək-tük alimlər, baxın, bir hədisə hökm verərkən ən azı cümhurun olması gərəkir. Yəni, tərcih edilən görüş ən azı cümhur və ya icmanın görüşü, yəni çoxluğun, alimlərin çox, məsələn, bir dənə örnək, bir hədisdir, misal üçün. 20 dənə alim deyib ki, bu hədis zəifdir. 3 dənə alim deyib ki, bu hədis həsəndir. İndi, hansının görüşü tərcih edilir? 20 nəfərin, yoxsa 3 nəfərin? Təbii ki, 20 nəfərin. 3 nəfərin görüşü şazdır. Amma o biri 20 nəfərin görüşü nədir? Məhfuzdur. Yəni, qəbul ediləndir, tərcih olunandır. İndi, əgər bir hədis barədə 20 dənə, 30 dənə alim deyibsə ki, bu hədis münkərdir, çox zəifdir, uydurmadır, 2 nəfər orada, məsələn, alimlərdən kimsə desə ki, bu hədis səhihdir və ya həsəndir. İndi o həsən və ya səhih deyənlərin sözü hüccətdir? Təbii ki, yox. Yəni, bu rafizlər Əhl-i Sünnə vəl Cəmanın
üsulunu bilmirlər, hədis elmini bilmirlər. Bunlar elə bilirlər ki, bir dənə alim misal üçün səhih desə qutardı, da bu hədis %100 səhihdir və heç kim ona başqa bir söz deyənməz. Belə bir şey yoxdur. Belə bir şey yoxdur. Əhl-i sünnə alimləri kim olur olsun, hansı alim olur olsun, əgər onun sözü çoxluq alimlərinin görüşünün daxilindədirsə, onun sözü götürülür. Ona görə İbn Teymiyyə bu hədis münkər hədisdir ki, güya ki Allah Rəsulu qiyamət günü ərşin üzərində Allahın yanında oturacaqdır. Bu batildir. Çünki niyə görə? Çünki qiyamət günü nə olacaq? Haqq hesab olacaq. Bu bir. İkinci də insanlar cənnətə və cəhənnəmə yerləşdiriləcək. Yəni insanlar və cinlər. Qutardı, bitdi. Ərşin üzəri və s. daha bitdi. Olmayacaq. Yəni, məsələ budur. Yəni insanlar ya cənnətdə olacaq, ya da cəhənnəmdə olacaq, qutardı. Amma bu hədis uydurmadır. Və bunu açıq aydın deyir. Mənbəsini də deyirəm bir də. Dər'u təarudu aql və nəql kitabı İbn Teymiyyənin 5-ci cild 237-238-ci səhifədə. Bu birincisi. İkincisi, eyni rəvayət, eyni məsələ Rafizilərin kitablarında mövcuddur. Bunlar öz kitablarını oxumurlar. Allahu Akbar. Bunlar öz kitablarını oxumurlar. Baxın, hicrətin 413-cü ilində vəfat edən Şeyx Müfid, Rafizi alimi Şeyx Müfid, Əl-İxtisas adlı kitabda rəvayət edir və qeyd edir, deyir ki, Ən Cabir ibn Yezid, Ən Əbi Cəfər aleyhisselam, fi qavlillahi təbarəkə və teala, Əsə ən yəbəəsəkə rabbuka məqaman mahmudə, qalə yəclisəhu aləl ərşi məəhu. Deməli, Cabirdən rəvayət edilmişdir ki, elə o da Əbu Cəfərdən. Əbu Cəfər kimdir? Əbu Cəfər Muhammed Əl-Baqir, yəni 5-ci imam. Rafizilərin imam dediyi elə 5-ci imam. Ondan rəvayət edilmişdir uca Allahın bu qövlü barədə ki, ola bilsin ki, Rəbbin səni məqam-ı məhmuda yerləşdirəcək, yəni sənə verəcəkdir. Yəbəsəkə Rabbuka məqamən məhmudə, belə bir ayədir. Ayə hansıdır? İsra surəsi 79-cu ayə. Və Muhammed Əl-Baqir deyir ki, 5-ci imam, yəni Allah Rəsulu yəclisəhu, Allah Rəsulu Allah ilə bərabər ərşin üzərində oturacaqdır. Yəclisəhu, oturacaq. Açıq aydın, bax o. Allahu Akbar. Rafizilər çıxır əhl-i sünnəyə şübhə atırlar. Gedin öz kitablarınızı oxuyun. Allahu Akbar. Kitablarınız həmin məsələlər barədə rəvayətlərlə doludur. Yəni, istər bu məsələ, istər başqa məsələlər. Mənbəsi, bir də deyirəm, Şeyx Müfid, Əl-İxtisas kitabı 18-ci səhifə. Deməli, Qum nəşriyyatı, Darul Müfid. İranda nəşr olunan Qum nəşriyyatı 18-ci səhifə. Həmçinin bu rəvayəti Əl-Məclisi Biharul Ənvarda 6-cı cild 182-ci səhifədə də rəvayət etmişdir. İkinci bir məsdər, doğrusu ikinci bir rəvayət, bu başqa rəvayətdir artıq. Elə qeyd olunur ki, gör nə deyilir? Deməli, Əhməd ibn Əli Ət-Tabərsi Əl-İhticac alə əhlil-lücac, Əl-İhticac adı ilə məşhurdur ki, Rafizilərin nəzdində məşhur olan mənbələrdəndir. Nə deyilir?
Görün ne deyir? 1. cild 220. sayfada. Ve ve'adahul mekamel mahmud. فَإِذَا كَانَ يَوْمَ الْقِيَامَةِ أَقْعَدَهُ اَيُّ مُحَمَّدَ أَقْعَدَهُ اللّٰهُ عَزَّ وَجَلَّ عَلَى الْعَرْشِ فَهَذَا أَفْضَلُ مِمَّا اُؤْتِيَ Süleyman. Yani aleyhisselam. Ne deyir? Deyir ki ona, yani Allah Resuluna Meqam-ı Mahmud vəd edilmiştir. Ve kıyamet günü olduğu zaman əziz ve celil olan Allah onu, yani Muhammed'i erşin üzerinde yanında oturdacaqdır. Ve Allah'ın Muhammed sallallahu aleyhi ve selleme verdiği bu fazilet Süleyman'a verdiği, yani Süleyman aleyhisselama verdiği faziletten daha üstündür. Daha faziletlidir yani. Bakın. Allahu Teala deyir Muhammed sallallahu aleyhi ve sellemi erşin üzerinde oturdacaqdır. Açık aydın. Açık aydın ha bakın. İşareyle değil, ne bileyim kinayeyle değil vesaire. Sarahaten. Açık aydın. Ne deyilir? Mənbəsi bir de deyirəm. Əhməd ibn Ali At-Tabersi El-İhticac Ələ Əhlil Lücac kitabı 1. cild 220. sayfa. Yani bu rafizilerin öz kitaplarından haberleri yoktu yani. Öz kitaplarından haberleri yoktu. Gedin öz kitaplarınızı okuyun. Yani Əhl-i Sünnəyə neyi ise şüphe kimi getirmezden önce bak elə bir abu hava yaradır ki güya ki Əhl-i Sünnə etiqadını rafizilerden götürüblər. İncil filan, Markos ne bileyim ne. Allahu Ekber. Halbuki öz kitaplarında mevcutdur. Üçüncü mənbə. Yani eyni sözleri, Təbərsinin eyni sözlerini Haşim el-Bəhrani getirir. Hilyetul Ebrar fi ehvali Muhammed ve alihil etkar adlı kitapta. 1. cild 245. sayfada. Eyni sözler ki Allah-u Teala yani Muhammed sallallahu aleyhi ve selleme Meqam-ı Mahmud'u vereceği ve bu da kıyamet günü erşin üzerinde onu yanında oturtmasıdır. Ve bu verdiği ona verdiği Süleyman aleyhisselama verdiğinden daha efseldi. 4. mənbə Mahmud Şerifi Mevsuat Kelimat İmam Hüseyin aleyhisselam adlı kitapta eyni sözleri kaydedir. 1. cild 177. sayfada. Bundan başka 5. mənbə Şia təfsirçilerinden El-Huveyzi Hicretin 1112. ilində vefat eden El-Huveyzi Tefsir-u Nur-u Sakaleyn adlı kitapta rivayet getirir. Həmin sözlerin rivayetini getirir. Deyilir ki Fi kitabil ihticac lit-Tabersi Rava En Musa ibn Cafer. Musa ibn Cafer kimdi? 7. imam. Şiələrin 7. imamı. Bakın. En ebihi yani Cafer'den. En ebaihi o da atalarından. Enil Hüseyin ibn Ali o da Hüseyin'den. Yani Ali'nin oğlu Hüseyin'den. Kale Ali aleyhisselam. Ali aleyhisselam demiştir. Ona salam olsun. Kad zekara menaqiber Resul sallallahu aleyhi ve sellem ve ve'dahu makamen mahmud fe izâ kâne yevmel kıyâme eqadakullahu teâlâ alel arşi el hadis. Eyni Tabersinin getirdiği sözlerin benzeridir. Tam değil, lakin benzeridir. Ne deyilir? Deyilir ki Tabersi İhticac kitabında qeydedir, rivayet edir. Musa ibn Cafer'den, o da atasından, o da atalarından, onlar da El-Hüseyin ibn Ali'den,
3-cü imam Hüseyin ibn Əlidən demiştir ki, Əli aleyhisselam, 1-ci imam demiştir ki, bəs Allah Resulü sallallahu aleyhi ve sellemin menakibini zikredir, biyografiyasını qeyd edir, yəni sirasını qeyd edir və ona vəd edilmiş olan məqam-ı Mahmudu qeyd edir və deyir ki, bu, yəni Allah subhanahu wa ta'alanın onu qiyamət günü ərşin üzərində yanında oturtmasıdır. Açıq aydın, sarahətən. Mənbəsi Əl-Huveyzi Təfsir-u Nur-u Sakaleyn kitabı 3-cü cild 207-ci səhifə. 6-cı mənbə yenə də Əl-Huveyzi deməli Tabərsinin sözlərini demək olar ki, təkrar edir. Elə yenə də Təfsir-u Nur-u Sakaleyn və deyir ki, və və'dahu məqaməl Mahmud fə izə kənə yevməl qiyamətə qadəhullahu teala aləl arşi fəhəzə əfsəlun mimmə u'tiyə Süleyman aleyhisselam. Yəni ona, yəni Allah Rəsuluna məqam-ı Mahmud vəd edilmişdir. Elə və qiyamət günü olduğu zaman Allah subhanahu wa ta'ala onu, yəni Muhammed sallallahu aleyhi ve selləmi ərşin üzərində yanında oturdacaqdır və bu Süleyman əleyhisselama verilmiş olandan daha əfsəldir. Mənbəsi Əl-Huveyzi Təfsir-u Nur-u Sakaleyn 4-cü cild 458-ci səhifə. 4-cü cild 458-ci səhifə. 7-ci mənbə deməli Muhammed Taqi Rafizilərin alimlərindən Səhifətül Əbrar adlı kitabda deməli bir cilddə, bir naşirdə daha doğrusu 2-ci cild 200-cü səhifə, başqa bir nəşirdə deməli cildi bilinmir, lakin 140-cı səhifə ehtimalən 2-ci cilddir. Bax, belə bir rəvayəti gətirir. Elə uzun bir rəvayətdir. Deməli, deyir ki, Ən-Muhammed ibn Sinan, Ən-Mufaddal ibn Ömər, qalə Əbu Abdullah aleyhisselam, İzə qaməl qaymu aleyhisselam, vəffu fiyhə beynəhum əl-Hüseyin, hətta yə'til Kərbəla fələ yəbqa əhədun səməviyyun və la əradiyyun minəl müminin illə həffu bil-Hüseyin. Bu mövzumuza aid olmasa da həmin hissəni deyən mövzumuza aid olan hissəsini tapacağım. Çünki burada da qeyd edir ki, burada deməli kimi qeyd edir? İmamı qeyd edir. Yəni Allah Rəsulü deyil, o Rafizilərin nəzdində 12-ci olan imam, yəni o Allahın yanında oturacaqdır. Bax, belə bir rəvayət qeyd ediblər. Mənbəsini bir də deyirəm, Muhammed Taqi Səhifətül Əbrar kitabı 2-ci cild bir nəşrdə 200-cü səhifə, bir nəşrdə də cildi bilinmir, bilmirəm səhifəsi 140-cı səhifədə bu rəvayəti rəvayət etmişdir. Bax, 8 dənə mənbə gətirdim. 1, 2, 3, 4, 5, 6, 7 oldu. Bir də məclisi 8, doğrudur. 8 dənə məslərdə həmin rəvayət, bu bütün rəvayətlərdir deyil. Yəni, mənim məqsədim elə, yəni Rafizilərin nəzdində olan bir məsələ barədə bütün rəvayətləri bir dəstə A-dan Z-yə qədər demək deyil. Belə bir məqsədim yoxdur. Mən nə edirəm? 5 dənəsin, 3 dənəsin, maksimum 10 dənəsin ki, bugün 8-ini qeyd elədik, qeyd edirəm. Amma bu hələ 8 dənədir, deyil. Bunu indi daha dərin araşdırsan, bu bəlkə bir 50 kitabda, bəlkə 70 kitabda, bəlkə 150 kitabda olacaq. Yəni, Allah bilir.
Bax, bunları demək istəyirdim və sonda bunu qeyd eləmək istəyirəm ki, yəni rafizilər ümumiyyətlə hansısa məsələni əhl-i sünnəyə qarşı şübhə kimi gətirməzdən öncə bir baxın, görün öz kitabınızda var bu ya yoxdur. Çünki həmin material ki var, hansı ki sən onu istifadə edirsən, o materialı hansısa bir Lübnanlı, hansısa bir nə bilim Mərakeşli, nə bilim hansısa bir İranlı, məsələn kimsə əhl-i sünnə kitabını nəsə oxuyarkən, rast gələrkən, nə inəyərkən bir şey belə deyək də tapıb və tələsik bir şey düzəldib, ya bir screenshot, ya bir nə bilim şəkil, ya nə bilim bir video və s. paylaşıb. Amma heç gedib baxmayıb ki, abalan bu məsələ bizim də kitablarda, rafizilərin də kitablarında var ya yox. O məştubat demişkən bu gəlini gətirəndə bir baxmadınız ki, bu qadındır ya kişidir. Yəni bir gedin baxın da birinci, ay rafizilər. Birinci öz kitablarınıza baxın görək. Bu rədd kimi gətirdiyiniz məsələ, bax sizin cahilliyiniz bundadır. Ona görə biz deyirik ki, rafizilər cahildir. Dinlərini bilmirlər. Dinlərindən xəbərləri yoxdur. Öz kitablarını oxumurlar. Bax, indi bu məsələyə baxsaq, internetdə bu barədə nə qədər material paylaşıblar. Nə qədər material var bu barədə? Şübhədir. Özü Azərbaycan dilində paylaşırlar. Halbuki, eyni məsələ öz kitablarında da var. Bu ya bilən var, hilə edir, özlərində olanları görməzdən gəlir, ya da bilmirlər. İki halda da günahkardılar. İstəyirsən bil, istəyirsən bilmə. Yəni, bir şeyi paylaşmazdan öncə onu araşdırmalısan görüm, rafizilər öz kitablarımızda bu məsələ var ya yox. Var məsələ və bunu hara qoyaq? Yəni, sən İbn-i Teymiyyənin adından yalan danışsan, eyni məsələni sizin kitablarda da var və buna kimin ayağına yazaq? Buna hara qoyaq? Ya bu din təqva üzərində qurulub, doğruçuluq, sidq üzərində qurulub, yalançılıq, hilə, fəsad üzərində qurulmayıb. Allahu Ekber. Siz yəni bu cür materialları paylaşaraq insanları aldadırsınız. Bunun vəbalını qiyamət günü çəkəcəksiniz. Əgər sizin paylaşdığınız bu materiallara görə insanlar azsa, zəlalətə getsə yəni, onun vəbalı sizə də yüklənəcək. Sən bir dənə material, yoxsa bir dənə ağzıva gələni danış, elə deyil. Əgər sənin hazırladığın bir dərsə görə, xütbəyə görə, şəkilə görə nə olur olsun, nə qədər adam zəlalətə getsə onların günahı sənə yüklənəcək. Bu iş belədir yəni. Necə ki, hidayətə gələndə, əgər sən insanların hidayətə doğru yola gəlməsinə vəsilə olursansa, onların İslam'a gəlməsi, doğru yola gəlməsinin savabı sənə də yüklənir. Elə? Sənin üçün də bunun savabı var. Yəni, nə cür? Məsələn, sən bir adamı İslam'a dəvət elədin. Elə? Sonra o getdi başqasını dəvət elədi. O getdi başqasını, o getdi başqasını, o getdi başqasını. Nə qədər o zəncir uzansa və getsə, onun savabı sənin üzərinə gələcəkdir. Adamların sayına görə. Hərəsinə görə bir dənə savab. Təsəvvür elə, bu savab üçün belədirsə, yəni hidayət üçün belədirsə, zəlalət üçün də belədir. Eynən. Yəni, sən əgər səbəbkar olsun ki, kimlərsə zəlalətə düşdü, onların vəbalı sənə yüklənəcək. Bu belədir, bunun qaydası budur. Ona görə hər kəsən, Peyğəmbər sallallahu aleyhi ve sellem nə dedi? Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, həya imandandır.
Kimin deyir həyası yoxdursa, nə istəyir desin, nə istəyir eləsin. Həya imandandır. Bax, insan mömin həyalı olmalıdır. Həya. Allahu Akbar. Yoxsa elə hər kəsin ağzına gələni danışdı, ondan bir şey çıxmaz. Ona görə, əgər, bax, bu barədə materiallar doludur internetdə. Ki, güya ki, Allah Rəsulü, Allah qiyamət günü ərşin üzərində Allahın yanında oturacaqdır. Uydurmadır rəvayət, baxın. Əhl-i sünnə alimləri bu rəvayətin uydurma olduğunu deyiblər. Lakin rafizilər bunları paylaşırlar. Ay nə bilim, əhl-i sünnə belə elə dedi, İbn Teymiyyə belə dedi. Bunlar hamısı batildir. Və rəvayətlər uydurmadır, münkərdir. Allahdan qorxun. Ya da Allahın cəzası çox şiddətli olacaq. Yəni bunları demək istirdim. Müxtəsər bu qədər. Allah bilir. Esselamu aleykum və rahmetullahi və bərəkatuhu.